2017-ci ildə Birgə və Sağlam İctimai Birliyinin təşəbbüsü ilə fəaliyyətə başlayan Kaşalata kafe. Bu məkan yalnız bir kafe deyil, burada həyatlar dəyişir. Mehriban xanım Əliyevanın dəstəyi bu yolda böyük ilham oldu. Kaşalata fərqlilikləri gücə çevirən bir brendə çevrildi. Bugün Kaşalata cəmiyyətə nümunə olan bir uğur modelidir. Kaşalata, fərqlilikləri birləşdirən məkan.